İllərlə ingilis dilini öyrənirəm, amma hələ də istədiyim nəticəni əldə edə bilməmişəm. İngilis dili öyrənmək istəyirəm, amma hardan başlayacağımı bilmirəm. Hansı videolara baxmalıyam, hansı kanallardan öyrənməliyəm, hansı kitablardan oxumalıyam, hansı testlər işləməliyəm falan. Heç nə bilmirəm. Oxuduğum, eşitdiyim hər şeyi başa düşürəm, amma gəl ki, danışanda danışa bilmirəm. Bir kəlmə belə qura bilmirəm. Deyirsinizsə, bu video sizin üçündür. Bu videonun sona qədər izləməlisiniz, çünki burada verdiyim məlumatların demək olar ki, heç biri bir videoya sığışdırılıb paylaşılmayıb. Belə videoların çox gəlməyini istəyirsinizsə, kanala abunə olub like atmağı unutmayın. Mən isə başlayıram. İlk olaraq bir dil öyrənməyə başlayanda siz özünüzü, çevrənizi o dil ilə əhatə eləməlisiniz. O dilə məruz qalmalısınız, belə deyək. Məsələn, siz əgər hər gün, məsələn, uşaqlıqda biz necə bir dil öyrənirdik? Məsələn, bizim ana dilimiz Azərbaycan dilidir. Bəziləri evində ümumiyyətlə rus dilində danışır, Azərbaycan danışmır. Onlar necə həmin dili öyrənir? Məsələn, bizim çevrəmizdə, ailəmizdə, məsələn, tutaq ki, ailəmizdə 4 nəfər var. O 4 nəfərin hamısı başlayır Azərbaycanca danışmağa. Və biz də uşaqlıqdan onların danışdıqlarını eşidə-eşidə onların sözlərini öyrənirik. Eynilə də ingilis dilini siz belə öyrənə bilərsiniz. Düzdür, sizin evinizdə hamısı ingilis dilində danışmaya bilər. Amma özünüzü ingilis dili ilə əhatə eləməlisiniz. Bunu da necə eləmək olar? İlk olaraq sizə tövsiyə edirəm ki, telefonun ayarlar bölməsindən telefonun dilini dəyişin. Telefon dilini ingilis dilində eləyin. Bilirəm, bu bəziləri üçün, yəni sıfırdan başlayanlar üçün biraz çətin ola bilər. Amma çətini 1-2 həftə olacaq, ondan sonra olmayacaq. Çünki siz o sözləri hər gün görmüş olacaqsınız və hər gün gördüyünüz üçün onu ya Google Translate-ə ya da ChatGPT-yə atıb tərcümə edəcəksiniz. Və belə gün keçə-keçə artıq tərcümə ehtiyacınız olmayacaq. Çünki o sözün mənasını bilmiş olacaqsınız. Və beləcə də sizin lüğət ehtiyatınız daha da artmış olacaq. Ki, bizdə əsas odur da, nə qədər siz söz bilirsinizsə, o qədər sizin dil səviyyəniz yaxşılaşır. Daha sonra, əgər bundan qabaq ancaq türk seriallarına ya da türk vloqlarına baxırdınızsa, ya da rus seriallarına, rus videolarına falan baxırdınızsa, bundan sonra çalışın YouTube-da, TikTok-da, Instagram-da, Twitter, fərqi yoxdur, hər yerdə ingilis dilində məqalələr oxuyun, ingilis dilində vloqlara baxın, ingilis dilində filmlərə baxın. Baxın, filmlərdə çox diqqətli olmalısınız, çünki bəziləri var, dil səviyyələri hələ A1 deyil, amma başlayırlar dil öyrənməyə filmlərə baxmaqdan. Dil öyrənmək üçün siz filmlərə baxmağı mən sizə tövsiyə eləmirəm. Çünki filmlərə haçan baxarsınız, artıq dili bir miqdar bilirsiniz və daha da gücləndirmək üçün, ya da aksenti başa düşmək üçün, ya da həmin native speakerləri başa düşmək üçün siz ingilis dilində filmlərə baxarsınız. Amma əgər sizin səviyyəniz A1-dirsə, A2-dirsə, mən sizə ingilis dilində filmlərə, ümumiyyətlə altyazısız baxmağı ümumiyyətlə tövsiyə eləmirəm. Çünki əgər siz sadəcə açmışsınızsa bir filmi və orada da çox güman ki, Hollywood filmi olacaq və Amerikanlar olacaq, onlar çox tez-tez danışırlar, yəni normal olaraq, yəni biz necə Azərbaycan dilində ya da rus dilində tez-tez danışırıqsa, onlar da öz dillərində tez-tez danışırlar və təbii ki də başqası, o dilin sahibi olmayan biri onu çox da yaxşı başa düşməyə bilər. Yəni bir dəfəlik üçün onu açıb altyazısız baxsanız, onsuz da heç bir şey başa düşməyəcəksiniz. Yəni özünüzə bir xeyir qatmış olmayacaqsınız. Hətta ziyan eləmiş olacaqsınız ki, görəcəksiniz ki, heç nə başa düşmürsünüz və motivasiyadan düşəcəksiniz ki, ayda mən bu dili öyrənə bilmirəm, bu dil çox çətindir. Halbuki ingilis dili dünyanın ən asan dilidir. Ona görə də onu hər kəs öyrənə bilir. Yəni nə qədər fürsətiniz var, bu dili öyrənin, biraz üstünə düşün. Sonra yavaş-yavaş həqiqətən də dil səviyyəniz siz heç nə eləməsəniz də düzələcək. Mən əvvəlləri həmişə YouTube-dan ingilis dilində vloqlara baxırdım. Həmin isə məsələn Amerikada yaşayanlar ya da Avstraliyada yaşayanlar falan, onların vloqlarına baxırdım. Əvvəl-əvvəli siz başa düşməyə bilərsiniz. YouTube-da həmişə orada altyazı bölməsi olur. Ona basın ki, siz o danışanda, o şəxs ingilis dilində danışanda onun nə danışdığını əgər belə eşidərək başa düşmürsünüzsə, heç olmasa altyazıdan oxuyub başa düşərsiniz. Məsələn, məndən soruşanlar var ki, ingilis dilində baxıram, ingilis dilində altyazı ilə, yəni bu nə əlaqə? Həqiqətən çox faydası var. Məsələn, bəzən biz eşitsək başa düşə bilmirik, amma onu oxusaq başa düşə bilirik. Yəni bu da odur da. Və bir müddətdən sonra siz altyazını söndürüb həmən vloqa baxanda siz görürsünüz ki, həqiqətən də bu altyazı ilə baxmağın xeyri var imiş ki, yəni həqiqətən kömək eləyir sizə. İlk olaraq siz məsələn əgər filmlərə baxırsınızsa, yaxşı, əgər ingilis dilində filmlərə baxmaq istəyirsinizsə, çoxu deyir ki, Friends-ə baxaram, ingilis dilini öyrənərəm. Halbuki bu heç də düz bir metod deyil. Çünki Friends-də məsələn
A1 səviyyənin, A2 səviyyənin bilmədiyi sözlər var. Orada həqiqətən də B2 səviyyəli sözlər var ki, əgər Friends-ə baxmalı olsanız, çox uzun bir serialdır. Friends-ə baxmalı olsanız, sizin bütün gününüz Google Translate-ə keçəcək və əgər siz Google Translate-ə belə girməsəz, bəzi sözləri başa düşməsəz, sizə o filmi baxmağın heç bir faydası olmayacaq. Çünki nə filmi başa düşəcəksiniz, nə də ondan həzz alacaqsınız. Bir müddət özünüzə lüğət toplayandan sonra filmlərə baxmağı tövsiyə edirəm, amma hələlik siz öz reelslərinizi, öz necə deyim, keşfətinizi ingilis dilində eləməyə çalışın ki, ingilis dilində cümlələri, sözləri daha tez-tez görəsiniz. Həmin ingilislərin həyatını, amerikanların həyatını daha tez-tez görəsiniz ki, özünüzü yaxın hiss edib, onlarla özünüzü əhatə eləyəsiniz. İlk olaraq bunu eləyin. Özünüzü onunla əhatə eləmək lazımdır. Yəni təsəvvür edin, uşaqlar da belədir. Məsələn, 1 yaşlı, 2 yaşlı uşaqdır. Əgər onun ətrafında hamısı rusca danışsa, o da başlayacaq rusca danışmağa. Əgər ətrafındaşı ingiliscə danışsa, o da başlayacaq ingilis dilində danışmağa. Yəni beləcə siz ətrafdan səsləri eşidərək, sözləri eşidərək, siz də onlar kimi danışmağa başlayacaqsınız. Və ilk başlarda hamısı aksentə önəm vermək istəyir. Düzdür, bu yaxşı bir şeydir, amma sadəcə ona üstünlük verib digər şeyləri boş buraxmaq lazım deyil. O qədər tanınmışlar var ki, o qədər məşhur idmançılar, aktyorlar falan var ki, onların ingilis dilləri o qədər yaxşıdır ki, özlərinin ana dillərindəki kimi yaxşı ifadə edə bilirlər ingilis dilində. Amma gərçi aksentlə danışırlar. Məsələn, çünki Braziliyalıdır biri, çünki biri Kolumbiyalıdır, çünki biri İtalyandır, çünki biri nə bilim, halla bilə hardandır. Yəni aksentə o qədər də önəm verməyin. Düzdür, nə qədər səlis danışsanız o qədər yaxşıdır, amma əgər özünüzü normal bir şəkildə ingilis dilində ifadə edə bilirsinizsə, məncə ondan sonra aksent çox mənasız bir şeydir. Bildiyiniz kimi çox aksent var. Məsələn, American accent ya da British accent ya da Australian accent ya da Indian accent falan. Özünüz üçün ilk olaraq birini pick eləyin, seçin. Məsələn, siz görürsünüz ki, Amerikanlar necə danışır ya da ingilislər necə danışır. Mənim fikrimcə Amerikan ingiliscəsini öyrənmək daha rahatdır. Amma təbii ki, sizin öz fikriniz ola bilər. Yəni, mənə ingilis dilini öyrənmək Amerikan aksentindən daha rahatdır. Çünki onlar sözləri daha yaxşı ifadə edirlər. Məsələn, British accentdə bu yaxşı da deyil o qədər. Ona görə də mən çox vaxt öyrənəndə Amerikan üsulu öyrənirəm. Düzdür, Amerikalıların da danışığında bir neçə qüsurlar olur. Məsələn, onlar bəzi sözləri çox qısaldırlar, fərqli deyirlər falan. Amma mən onları Britishlərdən daha yaxşı başa düşürəm, nə yalan deyim. Amma siz özünüz üçün seçə bilərsiniz. Məsələn, yazın American accent ya da British accent ya da Australian accent. Australian accent məncə Britishə daha çox yaxındır, amma tam mən dəqiq bilmirəm. Və hamımızın elədiyi bir səhv var ki, biz düşünürük ki, bu dil bizim öz dilimiz, ana dilimiz deyil və biz bu dildə nə qədər istəsək də öz ana dilimiz qədər səlis və rahat danışa bilməyəcəyik. Bax, bu fikir bizim ağlımızda var deyə biz bir dili, fərqi yoxdur bu ingilis dili olsun, başqa dil olsun, biz bir dili çox gözəl, rahat şəkildə danışa bilmirik. Biz o dili bizə yad bilməməliyik. Fikirləşin ki, siz bu dil üçün doğulmusunuz. Fikirləşin ki, mən Amerikalı olmalıydım, amma Azərbaycanda doğulmuşam. Ya da mən Avstraliyalı olmalıydım, Azərbaycanda doğulmuşam. Mən British olmalıydım, Azərbaycanda doğulmuşam. Özünüzü hiss edin ki, siz ora aidsiz. O təbəqəyə, o insanların da içinə girə bilərsiniz. Əgər həqiqətən də başlasanız Amerikanlar kimi düşünməyə ya da Britishlər kimi düşünməyə, siz həqiqətən də yavaş-yavaş fikir verəcəksiniz ki, o dili sevməyə və o dili sevdiyiniz üçün də, özünüzü o dilə yaxın hiss elədiyiniz üçün başlayacaqsınız həqiqətən də normal danışıb, normal başa düşməyə o dildə. Bilmirəm, indi sizə izah eləyə bildim bu mövzunu, amma həqiqətən də özünüzü yad bilməyin o dilə. Yəni, başa düşürəm, ingilis dili bizim ana dilimiz deyil. Amma niyə də mən ingilis dilində native kimi danışa bilməyim? Demirəm, dönün Azərbaycandan imtina edin falan, belə bir şey demirəm. Sadəcə özünüzü onların millətinə yaxın bilsəniz, düşüncəniz onlarki kimi olsa, istər-istəməz, azmaz da olsa, sizə bunun xeyri olacaq. İlk başlayanlar üçün YouTube-da o qədər kanal var ki, ingilis dilini öyrənməyə. Amma bir nüans var, onu da demək istəyirəm. Bəziləri native speakerlər olur, məsələn, bəziləri Amerikandır, sizə ingilis dilini öyrədirlər. Məncə onlardan o qədər də yaxşı biz ingilis dilini öyrənib qavraya bilməyəcəyik. Çünki onlar nə qədər də olsa çevrələrində ingilis dilində danışan insanlar olub deyə uşaqlıqdan o dili bilirlər və çox yaxşı danışa bilirlər o dildə. Məncə native speakerlərdənsə
ikinci dili ingilis dili olan insanlardan ingilis dili öyrənmək daha yaxşıdır. Məsələn, mənim kimi biri. Məsələn, ingilis dili mənim 4-cü dilimdir, amma bəziləri ingilis dili onların ikinci dilidir. Təbii ki, onlar üçün daha rahat olacaq ingilis dilini öyrənmək. Və bir dənə də kanalı var, onu buraya yazaram. Tam adı yadımda deyil. Deyəsən qızın adı Rebecca idi. O qızın, deməli, onun second language-i ingilis dilidir və həqiqətən də onun çox gözəl metodları var. Ondan da baxıb yararlana bilərsiniz. Amma YouTube-a siz yazsanız ki, English for beginners, yəni başlayanlar üçün ingilis dili, most common English words to learn, BBC English, easy English conversations ya da daily dialogues in English. Yəni gündəlik dialoqlar, gündəlik söhbətlər ingilis dilində belə kanallar gələcək. Onlardan baxıb öyrənə bilərsiniz. Onların dediklərini təkrar edə bilərsiniz ki, öz diliniz də öyrəşsin ona. Bir dili ilk olaraq öyrənəndə ən çox işlənən 1000 söz, 5000 söz falan onları ilk olaraq öyrənin ki, yəni onlar çünki çox rast gəlirdi. Məsələn, ingilis dilində o qədər çox söz var ki, hər gün işlənir. Onları siz YouTube kanallarından tapa bilərsiniz ya da internetdə yazın, hamısının siyahısı falan gəlir. Düzdür, onları bir günə siz təbii ki də öyrənə bilməyəcəksiniz. Hər gün 10 söz öyrənsəniz kifayət eləyir. Amma sözlərdənsə siz o sözləri cümlələrlə öyrənin. Elə daha çox faydası olacaq. Amma əgər ilk başlardasınızsa, ümumiyyətlə sıfırsınızsa ingilis dilindən, məncə ilk olaraq sözləri yavaş-yavaş öyrənin. Bəli, məcburiyyətdən siz onu əzbərləməlisiniz. Heç əzbərləməkdən yana deyiləm, amma burada sizin başqa seçiminiz yoxdur. Çünki onları yavaş-yavaş öyrənməlisiniz. Bəzi sözlərlə assosiasiya eləyin ki, yadınızda yaxşı qalsın. Hətta türk dilində ya da rus dilində də yaza bilərsiniz axtarışa. Çünki türk dilində bir də rus dilində çox gəlir belə məlumatlar. Məsələn, angliski для начинающих, базовые слова, которые вы должны учить на английском и все тому подобное. Öyrəndiyiniz sözlərin tələffüzündə səhv eləməmək üçün ya da vurğunu falan düz qoymaq üçün ilk başlarda siz həmən sözü Google Translate-ə yaza bilərsiniz. Məsələn, travel sözü yazırsınız və burada da gördüyünüz kimi, bilmirəm görsənir ya yox, və travel sözünə buradan basırsınız ki, məsələn, travel görüydü, travel yazılır. Travel. Məsələn, belə düzgün tələffüz eləməyi öyrənə bilərsiniz. Bütün sözləri belə eləyə bilərsiniz. Amma buradan tərcümə eləməyi tövsiyə eləmirəm. Çünki həqiqətən də elə absurd tərcümələr yazır ki, bilmirəm niyə. Ən yaxşısı siz ChatGPT-dən tərcümə istəyin. Yazın ki, bunun mənə tərcüməsini yaz ya da bir neçə söz ilə ifadə eləməyim üçün bunun tərcüməsini ki, mən başa düşüm. Çünki həqiqətən də ciddi sözlər yazırdı. Yəni Google Translate-dən tərcümə edib və ilk olaraq sadəcə Google Translate-dən istifadə eləməyi heç birinizə tövsiyə eləmirəm. Və bayaq sizə dediyim kimi ən çox istifadə olunan sözləri öyrənin və bəzi sözləri artıq öyrənmək olmur deyə mən həqiqətən də başa düşürəm. Əgər sözləri sırf əzbərləyirsinizsə və yadınızda qalmırsa ki, yəni əzbərləyəndə o qədər də yaxşı yadda qalmır. Söz kimi yox, onu ifadə kimi öyrənin. Məsələn, today sözünü öyrənirsiniz. Today yəni bu gün deməkdir. Today is my birthday. Məsələn, bu gün mənim ad günümdür. Elə bir siz today sözünü bir ifadədə öyrəndiniz. Və bunu özünüz üçün sanki bunu kiməsə deyirsiniz. Kimsə sizdən soruşdu, sənin ad günün haçandır? When is your birthday? İnsan desəniz today is my birthday. Və mən alman dilini öyrəndə belə deyirdim. Heute ist meine Geburtstag deyirdik və onu o qədər özüm üçün təkrarladım ki, sanki kiməsə cavab verirəm. O cümləni, oradakı bütün sözləri əzbərlədim və ömürlük mənim yadımda qaldı o. İlk başlarda Duolingo'dan istifadə edə bilərsiniz. Duolingo'nun sadəcə adı var, yəni Duolingo özü o qədər də super bir app deyil. Amma ilk başlarda Duolingo'dan istifadə edə bilərsiniz. Onunla da yanaşı bir proqram var, Drops da adı. Drops English ya da başqa bir dil öyrənmək istəyirsinizsə, Drops Spanish məsələn, ondan öyrənə bilərsiniz. Həqiqətən orada çox yaxşı yadda qalan metodu ilə sizə izah edir. Amma Duolingo'dan istifadə edin. Hətta bir neçə 10 dənə proqram yükləyin ki, hamısından gündəlik olaraq istifadə eləyəsiniz ki, o dilə məruz qalasınız, onu eşidəsiniz və hamısından da yeni sözlər öyrənəsiniz. Həqiqətən çox yaxşıdır. Amma Duolingo'da B2-sinizsə ya da B1-sinizsə, hətta Duolingo'dan istifadə eləməyinizi tövsiyə eləmirəm. Ondan sonra vloqlara baxın, filmlərə baxın, amma ingilis dilində alt yazı ilə. Çünki mənim həqiqətən yadımda da 11-ci sinif idim. Sadəcə mən ingilis dili imtahanı verəcəkdim deyə Duolingo'dan istifadə edirdim ki, gündəlik olaraq bəzi testlər falan işləyirdim Duolingo'dan. Orada o qədər asan idi ki mənə və ondan da yüksəyə qalxa bilmirdim. Bilməm, yüksək daha səviyyə yox idi mu ya niyə?
Yəni çox rahat gəlirdi mənə. Ona görə Duolingo-nu sildim. Mənə çox mənasız gəlirdi, amma ilk başlarda Duolingo-nu istifadə edə bilərsiniz. Bəziləri mahnıları da tövsiyə eləyir. Məsələn, ingilis dilində mahnılara qulaq asa bilərsiniz, amma təbii ki də sadəcə ingilis dilində mahnılara qulaq asaraq siz ingilis dilini öyrənmiş olmayacaqsınız. Sadəcə ingilis dilini bir miqdar biləndən sonra mahnıları da başa düşmüş olacaqsınız. Və bəziləri var mahnıların sözlərini öyrənməyi çox sevirlər. Mənim podruqam var, yəni bütün mahnıların sözlərini bilir, maşallah. Və məncə o çox yaxşı bir şeydir. İngilis dilində eləyirsinizsə, düzdür, türk dilində eləmək falan onsuz da onları başa düşürük. Amma məsələn ingilis dilində onu eləyirsinizsə çox yaxşıdır. Çünki bizim universitetdə bizim müəllimimiz bizə yeni ildə karaoke dərsi vermişdi. Bizə demişdi ki, yeni ildə bir dənə mahnı var idi. Last Christmas idi deyəsən. Hə, o mahnının sözlərini falan öyrənmişdik biz və oxuyurduq və həqiqətən də mənə sonradan çatdı ki, o mahnının sözlərini sənin və mən normal bilmirmişəm, sadəcə ən məşhur yerini bilirmişəm, amma əslində o mənası tamam fərqliymiş. Həqiqətən də mahnının sözlərin, yəni mahnı özü bizə qəşəng gələ bilər, amma sözlərin bilirik kimi hesab eləyə bilərik, amma tamamilə yəni sözlərini öyrənəndən sonra başqa mənaya gəldiyini də görürük. Hətta mahnıdan belə siz yeni sözlər çıxara bilərsiniz. Məsələn, mahnının sözlərini oxuyursunuz. Orada var, YouTube-da yaza bilərsiniz. Məsələn, mahnının adını yazın, sonra lyrics yazın. Orada bütün, yəni belə çox videolar var da. Əgər hətta məşhur mahnıdırsa belə videolar çox olacaq. Oradan açın. Görürsünüz, əgər hansısa mahnıdan bir sözü başa düşmürsünüzsə, onu bir yerə yazın. Dəftəriniz varsa dəftərə yazın. Yoxdursa bir kartlara yaza bilərsiniz ki, hər gün oradan oxuyasınız. Mən belə eləyirdim. Mən ilk başlarda balaca kartlara yazırdım. Elə bir tərəfinə ingilis dilində mənasını yazırdım. İngilis dilində mənasını. Bir tərəfinə ingilis dilində yazırdım. Digər tərəfinə Azərbaycan dilində, rus dilində, türk dilində, yəni hansı dildə başa düşürdümsə o dildə yazırdım. Yəni mənası hansında daha yaxşı gəlirdisə o dildə yazırdım. Nəysə, sonra da belə, yəni mənim bəlkə də 100 neçədən kartım var idi. Hər gün, baxın, hər gün bunu eləməlisiniz. Yəni bu gün elədim, sabah elədim, yoxdur. Hər gün götürürsünüz o kartları, oxuyursunuz. Məsələn, bu travel'dır. Travel nədir? Səyahət etmək. Bildik. Səyahət etməyi biliriksə qoyuruq bu tərəfə. Bilmiriksə qoyuruq o tərəfə, təzədən onu oxuyacağıq. Daha sonra başqa bir söz gəldi. Onun mənasını bildik. Bildiksə bura qoyuruq. Bilmədiksə ora qoyuruq. Bildiklərimizlə bilmədiklərimizi ayırırıq. Bilmədiklərimizi hər gün təkrar edirik. Bildiklərimizi isə 2 gündən bir gündən bir təkrar edirik ki, həqiqətən də bizim yadımızda qalsın. Bu əzbərçiliyə oxşaya bilər, amma tam əzbərçilik deyil. Yəni bunu da yoxlaya bilərsiniz. Yəni həqiqətən də davamlılıq çox yaxşıdır. Davamlı bir şey eləsəniz, buna həqiqətən çox tez bir müddətdə nail ola bilərsiniz. Amma bir gün elədim, bir gün eləmədim, 2 gün eləmədim, 3 gün elədim falan, bu yaxşı deyil. Disiplin də budur da, yəni davamlı olmaq. Davamlısınızsa, həqiqətən nəticəni görəcəksiniz. Mən məsələn ingilis dilindən davamlı olaraq heç bir şey eləmirəm. Eləyirdim, sonra düşündüm ki, biraz normalam, sonra eləmirəm. Amma həqiqətən də siz mən özümü o qədər ingilis dili şeylərini əhatə eləmişəm. Beynimdə də başlayıram ingilis dilində fikirləşməyə. Bu məncə çox yaxşı bir şeydir. Artıq mən bu ildən başlamışam ingilis dilində baxmağa hər şeyə və altyazısız baxıram və başa düşürəm. Yəni həqiqətən də dil səviyyəmin artdığını hiss edirəm. Amma mən bunu heç nə eləmirəm. Sadəcə özümü ingilis dili videoları ilə, ingilislərlə əhatə edirəm. Hətta mən bir dənə könüllüyə qoşulmuşdum. Beynəlxalq film festivalı idi. Orada xarici rejissorlar, xarici aktyorları qarşılamaq idi mənim işim və orada həqiqətən də mən çox xarici ilə tanış oldum, onlarla danışdım. Xarici aktyorlarla, prodüserlərlə, rejissorlarla falan danışırdım. Xarici qonaqlar da gəlirdi, onlarla da danışırdım. Hətta mən sual-cavab prosesində tərcüməçi olaraq da fəaliyyət göstərdim o könüllülükdə. Həqiqətən də çox şey mənə qazandırdı. Dil səviyyəmi bəlkə də qat-qat artırdı və mən həqiqətən də normal danışa bildiyimi artıq orada başa düşdüm ki, həqiqətən danışa bilirəm. Nəysə, o kartlardan danışırdım. O kartlardan bəlkə məndə 100 neçədən var idi. Ondan öyrənirdim 11-ci sinifin əvvəllərində falan. Sonradan imtahanlara görə başımı buraxmışdım. Nəysə, dünən o kartları yığışdırırdım. Deyirdim ki, təzədən baxım, şey eləyim. Gördüm ki, demək olar ki, hamısını bilirəm. Hətta oxuyana deyirəm ki, ayda mən bu sözləri bilmirmişəm. Yəni, həqiqətən də heç bir şey eləmədən də ingilis diliniz artır. Sadəcə özünüzü ingilis dili ilə əhatə eləyin. Bütün videolara ingilis dilində baxın, vloqlara ingilis dilində baxın, podkastlara qulaq asın. Podkastlar həqiqətən maraqlıdır. Məsələn, sizin xoşladığınız bir mövzu haqqında podkastda qulaq asın. Amma təbii ki, əgər sıfırsınızsa, bir dildən heç nə bilmirsinizsə, podkastda qulaq asmayın, onsuz da heç nə başa düşməyəcəksiniz. İlk olaraq siz sözlər öyrənin, daily conversation, dialogues, onlara baxın, qulaq asın, öyrənin. Biraz qrammatikaya fikir verin və sizə bir kitab tövsiyə edəcəm. Bu A1, A2 və B1 səviyyəsində olanlar üçündür. Hamınız bu kitabdan istifadə edə bilərsiniz.
Məncə çox yaxşı kitabdır. Mən istifadə eləməmişəm, amma o kitabı alandan sonra gördüm ki, çox asan imiş və həqiqətən də siz istifadə edə bilərsiniz. Və istəsəniz məndə o kitabdan var. Başdan əgər istəsəniz məndən götürə bilərsiniz. Orada testlər var, çox mövzu var ki, hamısından, yəni ingilis dilindən özünüz üçün təşkil edə bilərsiniz və s. Yəni məncə çox yaxşı kitabdır. Ondan sonra digər kitablar da var. Yəni onun bu elementary'dir, daha sonra intermediate olanlar var, daha sonra advanced olanlar var, daha sonra sadəcə grammar olanlar var, sadəcə vocabulary olanlar var. Məncə o əgər IELTS-ə hazırlaşırsınızsa, ondan qabaq o kitabları da işləyə bilərsiniz, amma IELTS-ın kitablar fərqli olur. Və siz bundan qabaq dediyim hamısını eləsəniz, normal A2, B1 dərəcəsinə çata bilərsiniz. Təbii ki də buna siz 1 aya, 2 aya çata bilməyə bilərsiniz. Çünki həqiqətən bəziləri fikirləşir ki, bir kursa 3 aylıq gedərək sizə bütün dilin, hər şeyi öyrədə bilərlər. Ola bilər, eləyə bilərlər, amma siz onun üçün, yəni təkcə kursa getmək kifayət eləmirsiniz. Özünüz də evdə nəsə eləməlisiniz özünüz üçün. Yəni təkcə kursa getmək, kursun verdiyi testləri işləmək kifayət eləməyəcək. Və məndən də istəyirlər, mən onlara öyrədim dili 3 aya, 2 aya. Halbuki bu mümkünsüzdür. Həqiqətən, yəni bir dili öyrənmək üçün, bir dilin bütün, yəni hər şeyini öyrənmək üçün, əsas native speakerlər kimi danışmaq üçün siz o dili 3 aya öyrənə bilməzsiniz. Mən sizə deyirəm, siz o dili 3 aya bir kursla öyrənə bilməzsiniz. Yetər ki, biz necə 3 aya öyrənərsiniz. 3 aya öyrəndiyiniz hər şey 1 aydan sonra yaddan çıxar, yəni o kursu bitirdikdən sonra. Mən elə düşünürəm ki, bir kursa gedib 3 aya bir dili, fərq yoxdur nə dil, o dili normal şəkildə öyrənmək olmur. Ola bilər bir miqdara kimi, amma siz nə qədər də olsa, o qədər də yaxşı başa düşə bilməyəcəksiniz. Ya gərək siz çoxluca özünüzlə məşğul olasınız, gündəlik olaraq sadəcə kursla kifayətlənməyəsiniz, ya da ki, belə bilmirəm. Mən şəxsən dili sadəcə kursla öyrənmək olur kimi bir şeyə inanmıram. Yəni sadəcə kursla yox. Kursun sizə kömək ola bilər. Bəzi sizin bilmədiyiniz şeyləri, püf nöqtələri falan sizə izah edə bilərlər, amma məncə sadəcə kursla yetinmək məncə düzgün deyil. İndi isə gəldik A2 səviyyəsində siz B1-siz bəlkə də və o danışa bilmirəm, amma başa düşürəm mövzusu. Onun üçün nə edə bilərik? Podkastlara qulaq asmağı tövsiyə edirəm. Mən düzdür çox da qulaq asmıram, amma qulaq asanda da həqiqətən çox faydası olur. Həm orada siz, yəni hər hansısa bir mövzu haqqında məlumatınız olur, həm də 2 nəfər danışır deyə hər ikisinin danışığından da nəsə öyrənə bilərsiniz. Podkast nədir desəniz, elə YouTube-da yazsanız olur. Çox vaxt podkastlar 2 saat, 1 saat olur. O da insandan insana dəyişir. Məsələn, hansısa məşhurla danışırlar ya da 2 nəfər bir-biri ilə danışır hər hansısa bir mövzu haqqında. O da çox yaxşı, maraqlı olur. Öz həyatlarından da danışırlar deyə. Məncə o da maraqlı olur. Çünki bəzən sadəcə məşhurlar ancaq podkastlarda danışır öz həyatları ilə bağlı və digər şeylər ancaq fake olur. Biz necə, siz ingilis dilində şeylərə baxanda avtomatik olaraq həmən videonun təsirində qalırsınız bir müddət, məsələn yarım saat, 15 dəqiqə. Siz istər-istəməz beyninizdə də o dildə fikirləşməyə başlayırsınız. Məsələn, məndə elə olur. Hansı dildə baxıram, ondan sonra ya da hansı dildə nəsə eşidirəm, ondan sonra başlayıram o dildə fikirləşməyə. Yəqin ki, sizdə də elə olur. Danışığı praktika eləməyin ən yaxşı yolu shadowing metodudur. Shadowing ya da kölgə metodu. Məsələn, orada bir şəxs danışır və siz də onunla, onun dediklərini təkrar edirsiniz eyni aksentlə. Məsələn, burada əgər YouTube-a yazsaq ki, shadowing metod, burada çox şeylər gələcək, çox videolar və çox insanların sözləri gələcək. Bunu baxın. Hi Tom, how's it going? Və burada Tom sizsiz də. Siz məsələn o qıza, Amy'yə cavab verməlisiniz. Yəni Tom sizsiz. Məsələn, burada deyir ki, hey Amy, it's going well, just finished my workout deyirsiniz. Daha sonra Amy ilə söhbət edirsiniz. Belə siz danışığınızı düzəldə bilərsiniz. Feeling a bit tired, but it's all good. That's great. I've been thinking about joining the gym too. Is it hard? Yəni Tom sizsiz də, yəni qısacası Tomun dediyi hər şeyi siz deyirsiniz. Belə, yəni shadowing metodu budur. Burada dialoqdur. Məncə dialoq metodu daha yaxşıdır. Nəinki başqasının sözlərini sırf olaraq təkrar etməkdən. Məncə bu metod çox faydalıdır. Shadowing metodunu mən keçən tapmışdım. Belə bir şeyin olduğunu bilmirdim. Heç bir videoda da bundan danışılmırdı. Amma həqiqətən çox effektiv bir şeydir. Və ya hər hansısa bir tanınmış birinin ya da
kimə xoşunuz gəlir, kimin fansızsa fərqi yoxdur. Onların danışığına xoşunuz gəlirsə, həmin insanı yazın. Yanına da shadowing yazın. Gələcək, əgər çox məşhur birisə gələcək. Məsələn, Justin Bieber'in sözlərini shadowing eləyən var idi. Emma Stone'un sözlərini shadowing eləyən var idi. Məncə çox maraqlı bir şeydir. Daha sonra danışmağınıza çox fayda olacaq bir şey. Hər gün özünüzə bir mövzu seçin. Ya da elə proqramlar da var, mövzu falan seçirlər sizin üçün. Mən bunu Instagramda görmüşdüm. Bilmirəm o proqramın adı nədir, hətta belə proqram varmı ya da saytdır bilmirəm. Hər gün bir mövzu seçirsiniz. Özünüzdən də seçə bilərsiniz, başqası da sizə deyə bilər. Məsələn, bugünkü mövzumuz heyvanlardır və siz heyvanlardan 15 dəqiqə, 10 dəqiqə danışmalısınız. Qalın 100 gün qabağında sanki biri sizə sual verib heyvanlar haqqında, ən sevdiyin heyvan hansıdır və niyə o heyvanı sevirsən, həmin heyvan harda yaşayır, niyə orada yaşayır, ümumiyyətlə heyvan haqqında hər şeyi danışın. İngilis dilində nə bilirsiniz, heyvan haqqında onu danışın. Belə siz ingilis dilinizi daha da gücləndirə bilərsiniz. İlk əvvəllər danışmaqda çətinlik çəkə bilərsiniz və bu tamamilə normal bir şeydir. Heç kəs yəni bir dili bir günə öyrənməyib və bir günə də bir dilin masteri olmayıb. Onun üçün narahat olmayın. Hər şey yavaş-yavaş olur. Bugün 5 cümlə deyərsiniz, sabah 15 cümlə deyərsiniz, sonra ümumiyyətlə bir səhifə, 1 A4 falan danışarsınız, hətta istəyirsiniz yazı da bilərsiniz, yazdıqlarınızı oxuya da bilərsiniz. Yazanda daha yaxşı biz yaza bilirik, yəni normaldır, amma danışarkən o qədər də özümüzü yaxşı ifadə edə bilmirik. Təbii ki, bu yavaş-yavaş düzələcək. Hər gün bir mövzu haqqında danışın. Sanki kiməsə danışırmış kimi eləyin. Qalın 100 gün qabağında danışın. Ya da özünüzü videoya çəkin. Ya da əgər kimləsə danışa bilirsinizsə onunla danışın. Dostunuz da ingilis dilini öyrənirsə, ya da dostunuzun hətta ingilis dili sizinkindən daha da yaxşıdırsa, onunla görüntülü danışa bilərsə, əgər hər gün görüşə bilmirsinizsə, görüşə bilirsinizsə, deyin ki, bu gün ancaq ingilis dilində danışam. Məsələn, mən belə deyirəm. Patronla görüşürəm, deyirəm ki, bu gün ancaq ingilis dilində danışam. Yəni, sən başqa dildə danışsan, mən sənə cavab verməyəcəm. Mən başqa dildə danışsam, sən mənə cavab vermə. Ya da ChatGPT ilə də danışa bilərsiniz. Mən belə eləmişdim, hər yadımdadır. 11-ci sinifin deyəsən axırlar falan idi və ChatGPT yazmışım ki, əgər mən sənə Azərbaycanca ya da Rusca ya da Türkcə nəsə yazsam, sən mənə cavab vermə. Sən mənə ancaq ingilis dilində cavab ver. Beləliklə yazışaraq öyrənə bilərsiniz. Çünki məcbur olaraq ancaq ingilis dilində danışırsınız deyə ingilis dilində artıq öyrənəcəksiniz yavaş-yavaş. Və əgər deyirsinizsə də mən mövzu tapa bilmirəm, danışmaq istəmirəm, güzgüdə danışmaq mənə qəribə gəlir falan ya da özümü çəkmək istəmirəm, danışmaq istəmirəm, biri ilə danışmaq istəmirəm, utanıram. Çünki həqiqətən də olur. Bəzən həqiqətən də utanırıq. Düzdür, danışa bilmədiyimizə görə yox, sadəcə danışa bilirik deyə utanırıq. Məndə olur, bilmirəm sizdə də olurmu ya yox. Gördüyünüz hər şeyi ingilis dilində təsvir eləyin. Bu kompüterdir, hə. Məsələn, siz bu gün kompüteri götürdünüz, getdiniz bir dənə kafeyə dərs eləməyə. Hə, bunu ingilis dilində ifadə eləyin. Yolda gördüyünüz hər şeyi ingilis dilində ifadə eləyin. Bütün hərəkətləri ingilis dilində ifadə eləyin. Məsələn, mən çantamı götürdüm, çantama bu əşyaları yığdım, onları ingilis dilində ifadə eləyin. Evdə təmizlik edirsiniz, hər şeyi, bütün elədiyiniz hərəkətləri ingilis dilində ifadə eləyin. Yəni, bu otağı təmizlədim, bu otağın hər hansısa bir hissəsini, tozlarını aldım, pəncərələri sildim, pilləkənləri sildim, yəni nə qədər işgüzar bir insanıq. Hamısını ingilis dilində təsvir eləyin. Ümumiyyətlə, siz gün ərzində çox hərəkət eləyirsiniz, bəlkə də idman da eləyirsiniz. Bunların hamısını ingilis dilində təsvir edin özünüz üçün. Yəni, ürəyinizdə ingilis dilində danışın. Məsələn, mən bir şey eləməliyəm. I have to do that. Məsələn, mən ingilis dilini öyrənməliyəm. I have to learn English. Mən getməliyəm. I gotta go. Kompüterimi kafeyə apardım. I brought my computer to the cafe. Belə öyrənə bilərsiniz. Düzdür. Sadəcə bununla da kifayətlənməyin. Ucadan danışmaq daha yaxşı olacaq. Çünki beləcə də siz öz danışığınızı da düzəldəcəksiniz. Çünki ürəyimizdə nə qədər danışırıqsa, yazdığımız kimidir də. Məsələn, yaza bilirik, amma danışa bilmirik. Oxuyuruq, amma başa düşürük, amma danışa bilmirik. O da eyni ilə də. Yəni, nə qədər ucadan danışsanız, o qədər yaxşı olur. Yəni, hər kəsin evdə tək olduğu bir məqam olur və o məqamı da yaxşı istifadə eləyin. Düzdür, başa düşürəm, bəzilərimiz evdə ucadan danışmağa utana bilərik. Utanmırsınızsa çox gözəl, çox əla. Dostlarınızla da bu praktikanı eləyə bilərsiniz. Və ən əsası da səhv eləməkdən qorxmayın. Yəni, hansı bir şəxs təzə bir dil öyrənəndə səhv eləmir. Hər kəs səhv eləyir. Və əgər səhv eləməsə biz öyrənə bilmərik. Səhvsiz bir insan yoxdur ümumiyyətlə və əgər bir insan səhv eləyirsə, yəni təsəvvür edin sizin qabağınızda biri Azərbaycan dilini öyrənmək istəyir və Azərbaycan dilində hər hansı bir ifadəni səhv deyir. Siz ona gülüb lağ eləyəcəksiniz. Yox təbii ki, siz ona düzgün ifadəni öyrədəcəksiniz. Mən məsələn belə insanlara gülmərəm. Öyrənmək istəyir, lap yaxşı. Yəni öyrənmək istəyən səhv eləyər və səhv eləyirsiniz, məni bu öyrənmək istəyir.
Yəni səhv eləməkdən qorxmayın. Hər kəs səhv eləyə bilər. Qrammatik səhvlər ola bilər, olmalıdır. Səhv eləməlisiniz ki, daha sonra biləsiniz ki, onun düzgün versiyası nə imiş. Yəni bundan heç birindən utanmaq, qorxmaq lazım deyil. Və onu da deyim ki, siz ingilis dilini sadəcə 1-2 günə öyrənə bilməyəcəksiniz. Ona görə də yəni çox çalışmalısınız, davamlı olaraq bunu eləməlisiniz və təbii ki də bunların hamısını eləsəniz. Məsələn, hər gün listening eləsəniz. Listening deyəndə mən təbii ki də test eləyin demirəm. Listening yəni siz ingilis dilini eşitməlisiniz hər gün. İngilis dilini eşitməlisiniz. İngilis dilini görüb oxumalısınız. Yəni reading. Reading deyəndə demirəm götürün teksti test eləyin. Onu demirəm. Reading yəni ingilis dilini nəsə oxuyun. Oxuyun deyəndə mən məsələn manga oxuyurdum. 9-cu sinifdə falan hamısı mənim manga oxuduğumu bilirdi. Sinifdə çünki dərslərdə bekarçılıq edim və mən də açırdım telefonumu manqayı yüklüyürdüm, hər gün oxuyurdum. Onlar da ingilis dilində idi. Həmin manqanın başqa dili yox idi. Olsaydı oxuyardım, amma yaxşı işte başqa dili yox imiş. Onun sayəsində mən biraz da olsa ingilis dilimi artırmışdım. Yəni sizə nə maraqlıdır onları eləyin. Hər gün yeni sözlər öyrənin. Nə qədər ingilis diliniz yaxşı olsa da, sizin bilmədiyiniz sözlər həmişə olacaq. Necə ki, Azərbaycan dilində. Biz Azərbaycan dilində bütün sözləri bilmirik ki. Məsələn, ədəbiyyat falan oxuyanda bəzi sözləri bilmirik. Düzdür, onlar hər gün istifadə olunmayan sözlər olsa da, yenə də bilmədiyimiz sözlər olur. Və hər gün danışığı praktik eləməyə çalışın. Əgər bir mövzu tapa bilmirsinizsə, ucadan danışmaq istəmirsinizsə belə, bütün gördüyünüz hərəkətləri, əşyaları falan ifadə eləyin ingilis dilində. Nə qədər həyatınızı ingilis dili ilə əhatə eləsəniz, o qədər sizin üçün yaxşı olacaq. Və unutmayın, keyfiyyət kəmiyyətdən üstündür. Yəni, fərqi yoxdur gündə neçə dənə söz öyrənmisiniz, neçə dənə videoya baxmısınız, fərqi yoxdur. Məsələn, əgər siz bir gün ərzində 1000 dənə söz öyrənmək istəyirsinizsə, deyirsinizsə, əsas kəmiyyətdir, keyfiyyət yox. Səhərsi gün o 1000 dənə sözün 50-si yadınızda qalacaq, bəlkə də yadınızda qalmayacaq. Daha sonra 15-i ya da 5-i yadınızda qalacaq. Ondan sonra isə tamamilə yadınızdan çıxacaq. Yəni əsas keyfiyyətdir. Əgər bu gün yarım saatınızı, 1 saatınızı, yəni hər gün ayırdığınız kimi ayıra bilmirsinizsə ingilis dilinə, onda 5 dəqiqə ayırın. Amma yetər ki, davamlı olsun, hər gün eləyin bunu. Əgər bir şeyi siz 21 gün ərzində eləsəniz hər gün, bu vərdişə çevriləcək və istər-istəməz o 21 gündən sonra siz onu hər gün eləməyə başlayacaqsınız. Gəlin düzün deyək ki, biz hamımız günümüzün minimum deyək yarım saatını hədər şeylərə xərcləyirik. Məsələn, Instagram, TikTok, YouTube-da yəni lazımsız şeylərə baxırıq, amma bu vaxtı biz ingilis dili öyrənməyə sərf eləsək, daha yaxşı olar məncə. Ya da o vaxtı sərf eləyin, hədər-hədər. Amma ən azından ingilis dilində baxın. Yəni, belə. Sadəcə özünüzü ingilis dili ilə əhatə eləyin. Əgər xarici dostlar qazana bilirsinizsə, əgər xarici dostlar əldə edə bilirsinizsə, çox yaxşı olar. Bütün gün o xarici dostdan görüntülü mən olsam danışardım. Mənim də məsələn belə xarici dostlarım var idi. Düzdür, onlar 8-ci, 9-cu, 10-cu sinifdə falan var idi. Biri Hindistanlı idi, biri Avstraliyalı idi, hələ də yadımdadır. Amma bilmirəm sonra nə oldu da danışmadıq biz onlarla. Mən bir ara sosial medianı falan silmişdim dərslərə görə. Ona görə deyəsə ondan sonra onlar itdilər. Nəysə, amma belə dostlarınız olmağı yaxşıdır. Ən azından siz hər gün onlarla yazışırsınız. Yazışmasanız da hər gün, ən azından bir gün vaxt tapıb onlara yazırsınız, onlar da sizə yazır. Düzdür, o vaxt sistemi var. Məsələn, bizdə səhər olanda onlarda gecə olur, bizdə gecə olanda onlara səhər olur. Onu da tutuzdurmaq yaxşıdır. Yəni belə. Ümid edirəm bu video sizə faydalı oldu. Çalışdığım qədər hər şey haqqında məlumat verdim. Yəni özüm ingilis dilini necə öyrənməyə başlamışam, öz metodlarımdan hamısından danışdım ki, sizə də faydalı olsun. Faydalı olmayan şeylərdən danışmadım. Ola bilər bəzi videolarda mənim demədiyim şeylərdən danışsınlar, amma mən onların hamısını istifadə eləmişəm və mənə sadəcə faydalı olanlar ancaq bu videodadır. Ümid edirəm yararlana bilərsiniz normal bir şəkildə və ingilis dilinizi də istədiyiniz səviyyəyə çatdıra bilərsiniz. Növbəti videolarda görüşərik.